Övladı tərəfindən tərk edildi. Kirayələrdə yaşadı. Küçədə dünyasını dəyişən xalq artistindən sizə danışacağam. Söhbət Arşın Malalan filminin Asiyası olan Xuraman Hacıyevadan gedir. Güzelim yar güzelim. Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəblə dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Dram Teatr İnstitutunda aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda Arşın Malalan bədii filmində Asiya roluna çəkilib. 1966-cı ildə isə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və orada dram teatrda aktrisa işləməyə başlayıb. Bakıdakı Dövlət Pedaqoji İnstitutunun Tarix Filologiya fakültəsini bitirib. 1972-ci ildə isə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Aktrisa Teatr Universitetinin ikinci kursunda oxuyanda Arşın Malalan filminin çəkilişlərində iştirak edir. Dərsə davamiyyəti zəif olduğu üçün universitetdən xaric olunur. Atası hüquqşünas, anası isə evdar qadın olub. Bacı qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutub. Ailəsi aktrisa olmasına razı olmayıb. Kino ilə yanaşı teatr aktrisası olan Xuraman Hacıyeva səhnədə öz rolunu təbii ifa etməkdən çəkinməyib. Xüsusən sevgi səhnələrində o kişi aktyorların rola müvafiq olaraq onun səmimi və təbii davranışları maksimum şərait yaradıb. Digər aktrisalardan fərqli olaraq kişi aktyorlara rol gərəyi ona toxunmaqlarına və əlindən tutmasına icazə verib. Aktyor dostu Taryal Qasımovla bir-birlərinə qarşı isti münasibətləri olur. Aktrisa Gəncədə yaşayarkən bir nəfərlə vətəndaş nikahında olub. Onun bu nikahdan bir qızı dünyaya gəlib. Aktrisa qızını tək başına böyüdüb. Deyilənə görə elə aktrisanın ölümünə səbəb onun qızı olub. Qızı türk vətəndaşı ilə ailə həyatı qurub. Kürəkəninin xahişi ilə evini satan Xuraman xanım bir müddət Türkiyədə yaşasa da sonradan vətənə qayıdır və evsiz qalır. Bu əhvalat ona çox pis təsir edir. Qızı ilə tez-tez mübahisələr yaşayır. Günlərin birində isə qızı onu tərk edərək Türkiyəyə gedir. Tək qalan aktrisa çox əsəbləşir. Qızının onu tərk edib getməsi ona böyük zərbə vurur. Aktrisa infarkt keçirir. Aktrisa Türkiyədən qayıdandan sonra evi olmadığı üçün bir il yarım rəfiqəsi və həmkarı Məsuma Babayevanın evində qalır. Daha sonra Bakıya qayıdan qızının ailəsi ilə birgə kirayədə yaşayırlar. Deyilənə görə kürəkəni məşhur olduğu üçün onu tez-tez maddi baxımdan ailəyə kömək etməkdə günahlandırırdı. Sən tanınmış adamsan, evə pul tap gətir deyirmiş. Aktrisa isə qızının ailəsində söz-söhbət olmasın deyə məcbur yaxınlarından borca pul istəyirmiş. Xuraman Hacıyeva 2005-ci il fevralın 5-də işdən evə qayıdarkən qəfildən ürəyi tutub. Küçədə yerə yıxılır. Küçədəki insanlar onu xəstəxanaya aparsalar da aktrisanın həyatını xilas etmək olmur. O 59 yaşında vəfat edir.